Buradan herkes salamlayıram. Yoska bala, Abdullah Kinoğlu. Nəətərsən? Yaxşısan. Adəm bala, Asim Kinoğlu. Yaxşılıqdır. Elibala məktəbi gəndə bax budur. Bugünkü temamızı da görürəz. Mən buradan Allah verdi qardaşımı salamlayıram. Çox sağ olsun. Ziraddin qardaşımı salamlayıram. Bizim Aksafadan iki qardaşımız həmişə Elibala məktəbini dəstəkləyibdir. Buradan fəxri qardaşımız Saadlıdan salamlayıram. Allah canına sağlıq versin. Yaxınlarda gözəl balasının kiçik toyu olubdur. Bizləri orada işıqlandırıbdır toyda, məclisdə. Allah var eləsin. Yəni görülən işlər, yəni göz qabağındadır. O gördüyümüz işlərə, yəni qiymətimizi almışıq. Elibala məktəbinin nə qədər tələbələri var, hamısını salamlayıram. Regionlarda, xaricdə yaşayan tələbələrimiz, buradan İsrail, Sergey Şalom, buradan Yunanistan'da bizim Yanis Stradex, Zdrasti salamlayıram. Buradan bizim Dağıstanda, bizim bax bu Maxaskalada, Vladikavkazda, bütün İrandakı bütün tələbələrimizi salamlayıram. Mehdi Canmifarı, Məhəmməd qardaşım Nikiravanı, bütün ustad sənətkarların hamısını salamlayıram. Allah var eləsin, can sağlığı arzulayıram. Uşaqlar hazırıq. Ya Allah'ın adı. Göstərməyə ehtiyac var, yoxsa yox? Sen Ya Allah'ın adı. 3, 4.
Gör nə gözəlliklər oldu. Ay maşallah. Ay qadan alım, ay qadan alım. Yoska bala, hə, mavi. Eli balanın əlləridir bunlar. Budur bana görülən işlər. Allah var eləsin. Öpürəm. Sağ ol Yoska. Adam bala. Evdəniz müəllimi yaşayış yeri, Gəncə şəhəri iş yerimizdə əmin olsalar Mədəniyyət Sarayının qapısı xalqımın balalarının üzünə çıxdı. Biz hazırıq qəbul eləyək. Nəyi birliksə də tələbələrlə paylaşaq. Yəni, görülən işlər budur. Yenə buradan Allah verdi qardaşımı. Öpürəm, salamlayıram. Bir dənə qızıl sözdür. Elhəniz müəllim, görsənin dağa nə vərətçi. Bir dənə qəşək süslü xırdalar. İkiniz də bilirsiniz. Elibala məktəbinin baklıdır. Mən həmişə demişəm, yenə deyirəm. Elibala məktəbi Gəncə budur. Görülən işlər də göz qabağındadır. Bu yaşda 14-15 yaşında varsa, çıxsın görək. Allah var eləsin. Allah o qədər olsun ki, çox Allahımdan həmişə şükür edirəm ki, Allah var eləsin. Amma mən görmürəm, amma bugünkü gün Elibala məktəbi Gəncədə var. Ha, bu Elhəniz müəllimin gördüyü işlər, hamısı göz qabağındadır. Yəni, kimlər də nə iş görür, görə bilir, bilmir, onun bizə heç bir aidəti yoxdur. Müəllim gərək anadan müəllim olar. Anadan müəllim, tələbə ilə dost olar. Tələbənin bax, burada nəyi var, hamısını çıxardar. Bəli, o da Elhəniz müəllimdədir. Bizə dəqiqə. Elgin oğlu, sağ ol, sən əziyyət çəkibsən. Sən gözəl bir sənətkarın nəvəsisən. Allah can sağlığı versin. Sağ babana da Allah rəhmət eləsin. Sağ ol.